Altıncı intonasiya ilə bağlandığını vurğulayırıq. Tərkib hissələri intonasiya ilə bağlanır. Bu vaxt deyirik ki, adətən intonasiya ilə bağlananda baş cümlə birinci gəlir. İgid odur, atdan düşə atlana. Burada igid odur ki, ki bağlayıcısı da qoya bilərik və o zaman da biz onun tabeli mürəkkəb cümlə olduğunu tapa bilərik və baş cümlənin birinci gəldiyini sezdik. Və 7-ci yaddaşı yazaq bunu. Deməli, şərt və güzəşt bağlayıcıları, şərt və güzəşt bağlayıcıları ilə bağlanan tabeli mürəkkəb cümlənin tərkib hissələrini dedikdə bu bağlayıcılarla bağlanan cümlədə, tabeli mürəkkəb cümlədə budaq cümlə birinci gəlir. Yəni, tərkibində əgər hərçənd bağlayıcıları, madam ki, indiki bağlayıcıları olarsa, budaq cümlə birinci, baş cümlə ikinci gələcəkdir. Bu da deyək ki, bağlayıcı vasitələrin funksiyası. Bir istisnanda deyim sizə uşaqlar, amma ancaq bağlayıcıları bildiyimiz kimi tabeslik bağlayıcılarıdır. Bəzən bu bağlayıcılar da tabeli mürəkkəb cümlənin tərkib hissəsində işlənə bilər. Bu nə zaman ola bilər? Yadımızda qalsın. Əgər birinci cümlədən əvvəl hərçənd bağlayıcısı olarsa, bir də deyək, hərçənd bağlayıcısı deməli, birinci cümlədən əvvəl hərçənd bağlayıcısı olarsa və yaxud da doğrudur, düzdür modal sözləri olarsa, doğrudur, düzdür modal sözləri olarsa, bu tabeli mürəkkəb cümlə sayılacaq. Nümunə deyirəm. Doğrudur, hava yağışlı idi, ancaq göy qurşağı çıxmamışdı. Burada amma ancaq var. Buna biz ayrılıqda olsaydı tabes mürəkkəb cümlə deyərdik. Lakin hərçənd və yaxud da dedik doğrudur, düzdür sözləri olduğu halda bu cümlələr tabeli mürəkkəb cümlə sayılacaqdır. Bunu yadımızda saxlayaq. Bir məqamı da yadınıza salaq uşaqlar. Deməli, əgər cümlədə bir vergül varsa və həmin vergüldən əvvəl baxmayaraq sözü gəlibsə, o sadə cümlədir. Əslində, belə deyək də, bu baxmayaraq sözü ilə olan cümlələrdə xüsusiləşmiş zərfliklər olur. Hal-hazırki proqramda istifadə olunmur deyə, mən sadəcə sizə lazım olan yerini dedim. Deməli, bir də deyirəm, cümlədə bir vergül varsa və o bir vergüldən əvvəl baxmayaraq sözü varsa, o cümlə sadə cümlə sayılır. İndi isə testimizin izahına başlayaq uşaqlar. Deməli, birinci testimizdə nə istəyir bizdən? Nümunələrdən biri tabeli mürəkkəb cümlədir. Deməli, A variantına baxaq uşaqlar, indicə dediyim, zəng çalınmasına baxmayaraq dərs hələ başlanmamışdı. Burada dediyimiz kimi bir vergül var və ondan əvvəl də baxmayaraq sözü gəlibsə, bu cümlə necə cümlədir? Sadə cümlə. A variantını çıxdıq. B variantına baxaq. İgid odur, atdan düşə atlana. İgid odur ki, biz bura ki bağlayıcısı qoya biliriksə, bu cümlə elə nə sayılacaq? Tabeli mürəkkəb cümlə. Cavab B variantıdır. Digərlərinə baxaq. Tərlan kimi qıy vuraraq buludlardan buludlara uçub gedir şahinlərim dumanları yara-yara. Deməli, dumanları yara-yara gedən nədir? Şahinlərimdir. Tərlan kimi qıy vuraraq buludlardan buludlara dumanları yara-yara gedir, uçub gedir. Burada bir mübtədə və bir xəbərimiz var. Digərləri isə zərflikdir. C variantını çıxdıq. D variantı. Zəfər iş
vaxtından xeyli keçmiş gəlib çıxdı. Gəlib çıxan kimdir? Uşaqlar Zəfərdir. Nə etdi? Gəlib çıxdı. Mürəkkəb feillə ifadə olunub ki, Zəfər. Deməli, sadə cümlədir. Çıxdıq. E variantı. Qüvvə hər şeyi sındırar. Ağıl isə qüvvəni sındırar. Burada sındırar xəbəri ixtisar olunub. Biz bura isə əlavə etsək, bağlayıcısı əlavə etsək, görərik ki, bu necə cümlədir? Tabesiz mürəkkəb cümlədir. Çünki qüvvə hər şeyi sındırır. Ağıl isə qüvvəni sındırır. Hər iki tərəfdə mübtədə xəbər var, ancaq isə bağlayıcısına görə biz buna nə dedik? Tabesiz mürəkkəb cümlə. B variantı ilə davam edək. Budaq cümləsi baş cümləyə bağlayıcı sözlə bağlanan tabeli mürəkkəb cümlə. Bağlayıcı söz dediyimiz nə sayılır uşaqlar? Sual əvəzlikləri. Gəlin baxaq. A variantında mən bilirdim ki, burada ki bağlayıcısı ilə bağlanıb, anı çıxdıq. Bir də yadımızda qalsın, dedik ki, bağlayıcı vasitələrdən bağlayıcı söz varsa, o zaman budaq cümlə birinci gələcəkdir, baş cümlə ikinci gələcək. Burada da ki bağlayıcısı ilə bağlandığına görə deyirik ki, baş cümlə birinci gəlib. Yəni zaman məzmunu vermir. B variantı, əgər zəhmətə qatılaşsan, burada sa var və bir də əgər bağlayıcısı var. Bizdən yenə deyirəm, bağlayıcı söz tələb olunur. B variantında çıxdıq. Haradakı su var, orada həyat var. Burada harada sual əvəzliyidir. Orada isə qarşılıq sözdür. Qarşılıq sözlərə adətən biz baş cümlənin tərkibində rast gəlirik və qarşılıq sözlər işarə əvəzlikləri ilə ifadə olunur. Baş cümlə birinci gəldikdə isə bu qarşılıq sözlər əvəzlik gəlib sayılır orada. Deməli, buradakı haradakı nədir uşaqlar? Bağlayıcı sözlər. Deməli, cavabımız C variantıdır. İgid odur. D variantında hər zəhmətə qatılana, igid odur ki, hər zəhmətə qatılana biz bura ki qoya bilirik. Deməli, bunu çıxdıq. Həm də intonasiya ilə bağlanıb. Yəni, heç bir bağlayıcı vasitə kimi burada heç nə görmürük. E variantı, zəng təzəcə çalınmışdı ki, yenə də bağlayıcı vasitə kimi burada ki var və təzəcə, yenicə gördüyümüz cümlə, dediyimiz cümlələrdən biridir ki bağlayıcısı ilə bağlansa belə, burada budaq cümlə birinci gəlibdir. Bunu da çıxdıq, yəni bu bizə lazım deyil. Ki bağlayıcısı ilə bağlanıbdır. Üçüncü testimizə baxırıq. Budaq cümlə baş cümləyə aşağıdakılardan hansı ilə bağlandıqda həm əvvəl, həm sonra işlənə bilər. Baxın, uşaqlar, bir də deyək. Budaq cümlə baş cümləyə aşağıdakılardan hansı ilə bağlandıqda həm əvvəl, həm sonra işlənə bilər. Dedik ki, sa şəkilçisi ilə bağlanarsa, budaq cümlə birinci gəlir. Budaq cümlə birinci gəlir. Anı çıxdıq. Bu getdi. Burada işarəni səhv qoyduq. Buranı işarələməliydik. Aha, anı çıxdıq uşaqlar. B variantı, madam ki bağlayıcısı ilə bağlananda, hərçənd bağlayıcısı ilə bağlananda, yəni şərt və güzəşt bağlayıcısı ilə bağlananda da budaq cümlə birinci gəlir. Bunları da çıxdıq. B, C variantını çıxdıq. Gəldik D variantına. Haradakı sual əvəzliyidir. Buna bağlayıcı söz dedik. Bunlarla da bağlananda adətən budaq cümlə birinci gəlir. Baş cümlə ikinci gəlir. Bunu da çıxdıq. Qaldı E variantı ki, bağlayıcısı ilə bağlanan cümlələrdə baş cümlə də birinci gələ bilir, budaq cümlə də birinci gələ bilir. Yəni, bu, belə deyək, zaman məzmunu verən cümlələrə aid etdik bunu. Yəni, nümunə göstərmişdik. Təzəcə evə girmişdim ki, işıqlar söndü. Otağa girmişdim ki, yenicə girmişdim ki, arxadan məni səslədilər. Bu zaman nə oldu? Budaq cümlənin birinci gəldiyini gördük. Bir dənə də başqa bir cümlə deyək. Baş cümlə birinci gəlsin. Hiss olunurdu ki, onun saçları vaxtından tez ağarıbdı. Burada isə baş cümlə birinci gəldi. Deməli, cavabımız E variantıdır.
4-də tabeli mürəkkəb cümlələrdə bağlayıcı söz haqqında verilənlərdən biri yanlışdır. Bağlayıcı söz, yenə deyək, sual əvəzlikləridir. A variantı. Bağlayıcı söz daha çox sual əvəzlikləri ilə ifadə olunur. Doğrudur. Bizdən yanlışı soruşur. B variantı. Bağlayıcı söz baş və budaq cümləni bağlayan vasitələrdəndir. Bəli. Bağlayıcı söz baş və budaq cümlənin tərkib hissəsini bağlayan vasitələrdir. Bağlayıcı söz budaq cümlənin tərkibində işlənir. Bu da doğrudur. Dedik, bağlayıcı söz adətən işləndikdə budaq cümlə birinci gəlir. Bağlayıcı sözlə bağlanan mürəkkəb cümlələrdə budaq cümlə birinci işlənir. Bəli. Və E variantına baxaq. Bağlayıcı sözlər sintaktik vəzifə daşımır. Xeyr, bağlayıcı sözlər belə deyək də sual funksiyasını itirə bilər. Ancaq sintaktik vəzifə daşıyır. Deməli, cavabımız nədir? E variantı olacaqdır. Doğru cavab E'dir. 5-ci testlə davam edirik. Baş və budaq cümlənin yeri haqqında verilənlərdən biri yanlışdır. Yanlışı soruşur. İntonasiya ilə bağlandıqda baş cümlə əsasən birinci işlənir. Bəli, əsasən deyirsə doğrudur. Bunun üstündən xətt çəkdik. Getdi. B variantı. Şərt və güzəşt bağlayıcıları ilə bağlandıqda budaq cümlə birinci gəlir. Bəli, bunu da üstündən xətt çəkdik. C variantı. Səbəb və aydınlaşdırma tabellik bağlayıcılarına söhbət gedir. Bağlayıcılar ilə bağlandıqda həmişə baş cümlə birinci gəlir. Ümumiyyətcə testlərdən hansında həmişə, yalnız, ancaq sözü varsa o test səhvdir və biz dedik ki, ki bağlayıcısı ilə bağlanan cümlələrdə bəzən budaq cümlədə birinci gələ bilir. Cavabımız C variantıdır. D variantına baxaq. Sa şərt çəkicisi M ədatı ilə bağlandıqda budaq cümlə birinci işlənir. Bu da doğru variantıydı. Doğru cavabıydı, bağışlayın. E variantı bağlayıcı sözlə bağlanan bütün tabeli mürəkkəb cümlələrdə budaq cümlə birinci işlənir. Bəli, bu da doğru cavabdır. Deməli, cavabımız burada C variantı.